Qızlar, bu fikirlə razısınız yoxsa yox? Rəy bölməsinə yazın və düşüncələriniz çox maraqlıdır. O eşitmisiniz deyə həmişə deyirlər ki, böyüklərimiz kişinin qəlbinə gedən yol onun mədəsindən keçir. Sizcə bu söz nə qədər düzdür? Mənə görə həqiqətən düzdür. Bir kişi işdən evə gələn zaman onun sevdiyi yeməkləri hazırlayıb onun qarşısına qoyanda və təbii ki də gözəl sözlər deyəndə o kişi özünü dünyanın ən xoşbəxt kişisi hesab edir və təbii ki də qadın nə qədər çox dırdır edərsə, kişi o qədər çox evdən qaçar. Həqiqətən də bu belədir. Və belə deyim, mən də bu günlərimə yoldaşımın ən sevdiyi yeməyi hazırladım və yeməkdən sonra qabları yuyub özümüzə film saatı elədim. Onun sevdiyi şeyləri yenə hazırlayıb qoydum və gözəl bir filmə baxdıq. Mənə görə kişi həm də özü diqqətli olmalıdır ailəsinə qarşı. Kişi var ki, işdən gəlir, əlinə alır telefonu, oturur TikTokda. Nə uşağından maraqlanır, nə ailəsindən maraqlanmır. Elə bilir ki, elə gedib hə çöldə işləyib maaşı gətirib evə verdim, vəsiyo, hər şey tamamlanır. Məncə bu belə deyil. Həqiqətən də kişi olan kişi həm ailəsinə maddi, həm mənəvi dəstək olmalıdır. Qadının nə istəyib istəmədiyini dinləməli, evladına sevgi göstərib xoş gün göstərməlidir. Və bu bizim evdə həmişə belə olur. Mən yoldaşıma həmişə deyirəm ki, işdən gələndə nəyə baxırıqsa bir yerdə baxaq. TikToka baxırıq, bir yerdə baxaq. Kinoya baxırıq, bir yerdə baxaq. Və bu daim bizdə bu şəkildə olur. Ona görə də çox xoşbəxt hiss edirəm özümü. Mənim üçün maddiyyat o qədər maraqlı deyil. Əsas yoldaşımın mənim arxamda mənəvi şəkildə durmağıdır. Düzdür, maddiyyat da önəmlidir, amma mənəviyyat daha vacib bir şeydir. Bir qadın ki, bir evdə özünü xoşbəxt hiss eləmirsə, o evdə qalmağın heç adı yoxdur. Sizdə necədir? Yazın rəy bölməsinə.